Növbətim. Deməli doğru cavab 60 olacaq yoldaşlar. Yəni onlar birinci toplayıb sonra 2 üstü 60-a vurmuruq da, bir-bir vururuq, sonra toplayırıq. Fərqi var yəni. Yox, yəni bunun həlli qaydası belədir. Necə yəni başa düşmədim. Hə, yəni demək istədi birinci mötərizəni həll edib sonra vurmaq. Yox, 2 üstü 4-dən 2 üstü 2 necə toplayaq? O il 20 deməkdir onsuz zaten. Biz onu 2 üstü Hə, 6 kimi yaza bilmərik ki, elə şey yoxdur. O vurmada elə bildim. yazılır. Növbəti sual. Müəllim 6-ya baxarıq da zəhmət olmasa. Baxıram. Ümumiyyətlə 6-cı sual. Həlli deyəcəm indi. Bunu necə yaza bilərik? Birbaşa 16 ilə yazmaq olar. Birbaşa. Onu birbaşa yoldaşlar tərk olsun. Deməli. Düzdür, mən yazacağam yenə də. Ümid edirəm ki, başa düşməyə çalışarsınız. 16-lıq sayı sistemində birbaşa yazmaq üçün 16-nın qüvvət kimi yazacağım 66-nı. 66-nın içində 16-nın üstü 1 var. Təkcə. Çünki 16 üstü 2, 256 edir. Bunu 4-ə vururam. Çünki 66-ya yaxındır ona görə. Orada qaldı nə? 2. 2-ni də belə yaza bilərəm. 2 vur 16 üstü 0. İndi desəz ki, bu hardan gəldi? Onda özü vəziyyət qəliz. Çünki bunu yazmaq üçün biraz düşünürəm ki, say sistemi daha yaxşı öyrənmək lazım idi. Bu say sistemini öyrənmək yox, biraz riyazi bacarıq olmalıydı. Məntiqi düşünmə olmalıydı biraz. Çünki mən bunu necə izah edeyim ki, mən sizə ki, bunu necə yazdıq biz belə. Çünki 10-luqdan 16-lığa keçəndə 16-ya bölmə həll eləməliydik ya da 16-nın qüvvət kimi həll eləyə bilərik. Aydın oldu. Necə ki 66-nın 2-nin qüvvətləri kimi yazırıq. Ki yaza bilərik də bu yolla. Düzdürmü? Daha doğrusu 2 üstü 6 ilə 2 üstü 1. Ya bu yolla bunu yaza bilərik də. Olanlara 1 olmayanlara 0 deyir deyə yadınıza düşür. Bildiniz nə demək istəyirəm? Bax bunu da bu yolla yazmağa çalışıram mən. Amma birbaşa 16-lıq sayı sistemində. Müəllim, onda 4-2 yazdığınız 16-lıq say sistemində böləndə 2, yox, nətər idi? 2, 4, 8, 6 idi, yoxsa necə idi? Ayırırdıq. O 4 ilə 2, 6-nın cəmi kimi yazmışsınız da, düzdür? Müəllim, Yox. Ay yoldaşlar, yox. Gəlin yaxşı, mən bunu sizə bu yolla izah Heç nə, edeyim. onda müəllim. Mən bir şey də soruşum sonra. Alçaq O mıydı? 4-2 yazmışdısa, onun niyə məsəl üçün 6 vur 16 üstü 1 üstə gəlsin 6 vur 16 üstü 0 olmadı da 4-2 oldu yəni. Ay yoldaşlar, 4-2 söhbətdir. Yaxşı, bir dənə başqa ədəd yazıram. Məsələn, yazıram 78. 10-luqda da 16-lığa çevirək. Bunu ya belə yaza bilərsiniz. Bölmə üsulu. Ya da bunun digər alternativ yolu budur. İndi burada say sisteminə vaxt ayırırıq deyə. 78-in içində 16 neçə dəfə var? Yox, 16-nın qüvvəti neçə dənə var? Bir Bir dənə, dənə 16 deməli. üstü 1. Aha. Bunu 4-ə vurmalısınız ki, 64 eləsin də. 5-ə Yəni, vursa 4 ilə 80 2 lira. standart bir şeydir də, müəllim, onu deyin də, bəs. Hədə standart bir şeydir. Standart nə ədədə görə dəyişir də. Məsələn, 85 olsa onda belə olmayacaq axı. 85 olsa 5 olacaq 4-ün 16 yerinə. üstü 1-i 5-ə vuracaqsınız da artıq. Bildiniz? Niyə 5-ə vururuq ki? 80-ə yaxın olsun da. 80-ə yaxın olsun da bəs. Afisiyada müəllim, elə dediniz bayaqlarda, elə bil ki, yeni teori. 85-i də müəllim oradan almaq üçün plus 5 vurulsun 16 üstü 0 kimi yazacaq da onda. Bəli, belə. İndi 78-də 4 vur 16 64. 64-dən 78 fərq nə qədər edir? 14. 14 də belə yazıram da 14 y idi axı. Y vurulsun 16 üstü 0. Mən də elə bildim müəllim, təzə bir şey icad elədik. Yəni orada Təzə bir şey deyil də, prosta hamı başa düşə Yox, bunu bilmir. demişdiniz, prosta yadımızdan çıxdı. Hamı başa düşə bilmir da yoldaşlar. O Yəni yollara dolayı yolda müəllim 16-nı necə deyirlər, 78-i 16-ya bölürsüz də yenə də. bildiyimiz o yoldur bəli. Yəni də. Nəysə. Mən 2 ildir izah edirəm, hələ bəzi bədbəxtlər başa düşmür. Siz öyrənə bildirsə böyük şeydir. Deməli 66-nın içində 4 vur 16 üstü 1, 2 vur 16 üstü 0. Bunun kvadratı.
Bax, gəldi bir sizə ya. A plus B'nin mötərizə kvadratı, müxtəsər vurma düsturunu. Bu da ki bilirsiniz de A kvadratı üstəgəl 2AB üstəgəl B kvadratıdır. İndi bunun asılışı maraqlıdır. 4 vur 16 üstü 1'in kvadratı üstəgəl 2 vur 4 vur 16 üstü 1 vur 2 vur 16 üstü 0 və üstəgəl 2 vur 16 üstü 0'ın kvadratı. Aydın oldu. İndi bunları asaq. 4'ün kvadratı 16. 16 üstü 1'in üstü 2 neçə eləyir? Yəni 16 üstü 16 üstü 2 eləyəcəkdir. O səhv eləmirəmsə düzdürmü? Bəli, bəli. Üstəgəl. Nə edə bilərik? 2'ni 4'ə 8, 8'i 2 16. Vur 16 üstü 1, vur 16 üstü 0. Və 2 üstü 2 4, onu da vururam 16 üstü elə 0 olacaq. Böyle de 16'nın kubu. Çünkü bu üstü 1 olur. Böyle de 16'nın kvadratı ve 4 var 16 üstü 0. Şimdi 16 üstü 3 var 1'dir. Önemsal 1'dir ona göre. 16 üstü 2 var. Bunda önemsalı 1'dir. 16 üstü 2'den sonra 0'a geldi. Deməli arada ne yoktu? 16 üstü 0. 16 üstü 1. O 0'da 16 üstü 0 da var. Bu da 4. Söylediğimiz budur bu. 1, 1, 0, 4. C variant. Bildiniz yoldaşlar. Müəllim, bunun daha belə sadə yolu yoxdur. Yox. Qətiyyən yoxdur. Hələ mən sadə izah elədim sizə. Hı. Hələ mən sadə izah elədim. Mənim bir söz soruşa bilərəm. Bəli. Bu say sisteminə aid, yəni bu tip suallara aid nəsə bir belə sınaq falan var, yəni atasız işləyir. Çünki bu belə çətin biraz yadda qalar. Yəni Var tez-tez yaddan suallar. çıxan bir şeydir. Məndə belə sualın sizə düşmə ehtimalı yoxdur əslində yoldaşlar. Mən özüm salmışam bir növ bu sualı bura. Yəni sizə belə sualın düşmə. İndiyə qədər magistratura tarixində belə bir sual düşmür. Mən özüm salmışam ki, biraz görək kimlərin. Asanları düşür də müəllim, hə? Ha, yəni biraz normal versiyada düşür də imtahan səviyyəsində biraz. Elə bizim test bankı Ben normal. olsam müəllim oturub 66'ın kvadratını taparım. Sonra da onu 16'lığa çevirərəm. Yo, ay yoldaşlar 66 Hə, kvadrat. mən də O yanaşma ən da axırıncı variant mən də elə eləyərəm. Ən axırıncı variant odur da, yəni. Aynen. Çünki görsəm ki, çıxış yolu yoxdur, başqa əlac da yoxdur. Bir də qulaq Sual asın. salınması müəllim ondan. Bu bazar günü yoldaşlar, bazar günü sınavlar göndərirəm ha Google Formda onlayn sınav. Onu hamı Bəli. işləsin. Hamı. İşləyirəm müəllim. İndiyə İndiyə qədər qədər- bir dənəsini belə qaçırtmamışam. İndiyə qədər kim yazmayıb onları? Hə? Hamı yazıb qoşulanlardan. Hamı işləməlidir. Mütləq. Hər bazar o sınavları elə belə atmıram ki mən sizə. O da bir imtahana köməkçi vasitədir bəs. Böyle bir də qarışıq atarsınız da zəhmət olmasa. Göndərəcəm. Elə bu qarışıq idi onsuz göndərdiyim. Hə, bunu işlədim. Bir də mövzu yəni. sınavları yenə var bizdə kursun. Əslində mən o səhər dərs işlədə bilərəm də. Prosto vaxtımız o qədər Müəllim çox atın çatmır. gəlsin. yəni. Atmağını atmayın sınav. Prosto izah verməyə vaxt yoxdur. Atmağın o qədər sınavlar var. Müəllim YouTube kanalınıza da baxıram. Bir-iki şeylər var. Orada da izahlar var ha. Hə, baxıram müəllim bunlara da. Göndərəcəm. Göndərəcəm qrupa işləyərsiniz. Kimisə sualı olanda tək-tək baxarıq. Vaxt eləyib. Sonra növbət sual burada nə var? Yəni YouTube kanalınızın da linkini göndərərsiniz də qrupa. Zəhmət olmasın. Tamam. Müəllimin adını yazın, elə gələcək YouTube. Yox, yollaş elə o link göndərərəm mən sizə dərs izahı. Onsuz açıq videodur onlar. Orada gəlin görəcəksiniz. Ha, onun elə bir həmin kanaldadır da, yoxsa Ha, bizim... həmindədir, həmində. Şey. Tamam. Sonra 11. İndi qulaq asın. Deməli hansılar doğrudur, hansı? Maqnit disk 2 yox, Üçüncü 3-cü nəsildə. nəsildə. Multiproqram ölçüsü. Aparat proqram doğru cavab budur. Fərdi kompüter 4-dür, maqnit lent 2-dir. Aydın oldu. Bu da biraz çətin versiyalı bir sual idi.
Yo, Məsəl məncə üçün. yaxşı sualdır. Çətin sual deyil bu. Ha, Yo, mən yaxşı 50-50 sualdır, amma tapdım. biraz da. Əzbərçilik də yoldaşlar, nəzəriyyət. 13. Alqoritmin daha əyani təsvir forması blok sxemdir. Yadda saxlayaq. D variantı. Mən orada Ee, niyəsə müəllim şey düşünürdüm, ad nədir? Sözlərlə təsvir. Yo, Məsələn o ən sözlər. sadət. Ha, O ən doğrudan. sadət. Doğrudan. Proqramlaşdırma dili ən yığcamdır. Ən yığcam Ən, proqramlaşdırma, ən bəli. sadə və strukturla maşın dili hansıdır? Onlar yoxdur, yoxsa necə? Yo, maşın dili ümumiyyətlə elə bir şey deməmişik heç biz. Struktur və ya maşın dilinə Ha, bağlı. blok sxemdə deyir mənim gözlü mən bunu şey deyim də. Skripl elə, ha. Da. Mən gözləyim. Almadı, bir dəqiqə. Mən göndərdiyim o gecə qeydlərinə də baxın, ay yoldaşlar. Ay Mən müəllim, sizə qədər qeydlər göndərirəm. onları dünənləri oxuyub sonra yatdım. Səhər durub bir də oxudum. İndi bomba kimidir Onları beynimdə. yararlanmaq lazımdır. Hətta onları bir şeydə nədir? Hər gün baxmaq lazım, təkrarlamaq lazım. Mən yenə göndərəcəm sizə. Müəllim, mən Mən onları dəftərimə qeyd edirəm. Onlardan Word faylı düzəldib müəllim atacağım qrupa. Ha, sağ ol, elə də olur. Əsən yəni qrupda bir tələbə düzəltmişdi. Düzəlmiş atdılar yadımdan çıxın. Deyim gələ göndərsinlər, göndərərəm sizə. Hazır var. Sonra 18 neçəydi burada? 18 19. 18 bu ilin qəbul sualıdır bu. Elə açıq sualda düşmüşdü belə. Yanlış. Elə bir səhvdir. Çünki monitor xaric xaric etmədi. etmədim. Xaric etmə qurğusudur müəllim o. Heç Daxil də etmək səhvdir. bir yerə. Tamam. Gözünü yollaşdır, özüm deyirəm. Kənardan zəhmət olmasa müdaxilə eləməyək. Digitizer daxil etmədi, düzdür. Twitner bu düzdür. CD-ROM yaddaş qurğusudur. Yəni bu da səhvdir. Klaviatura daxil etmədi, düzdür. Web kamera xaric etməyə daxil etmədi. Ona görə 6 da səhvdir. Cavab 1, 4, 6. Deməli, bu yarı bal verir. Yəni birini səhv yazsaq yarı Yo, bal birin verər. səviyyəsiz getdi. Kəlamsız Müəllim, oldu. mən orada 1 ilə 6-nı yazmışdım da 4 gözümdən qaçıb. Onda yarı bal verilir. Yo, Yoxsa dedim axı yoldaşlar, qiymətləndirmə yoxdur. 0 bal deyilib ki, nəzərə alınmır. Bir dənə səhv olsa getdi. Deməli, alqoritmin xassələri 1, 2, 3. Alqoritmdəki addımlar və onları təşkil edən əməliyyatlar sonlu. Bu nəticəlilikdir. Elə bir şey də yoxdur burada. Nəticəlilik. Müəyyən məsələnin həlli üçün tərtib olunmuş alqoritm həmin sinfdən bütün söhbəti varsa bu kütləvilikdir. B getdi 3-ə. Ayrı-ayrı addımlara, əməliyyatlara bölünürsə bu diskretlikdir. 1C. Yenə bütün var, kütləvilikdir. Dəqiq bir qiymətli, bu da müəyyənlikdir. 1C, 2Y, 3B'dir. Belə. Və sonuncu instrument. Düz bunu yazmamışsam, yenə də demək istəyirəm. Çünki müəllim bu da bunu əzbərsinə yazın bir ki, şeydir. 1, 3, biləmə yazmışsınız, bu sözüm deyirəm. 5, 7. Burada antivirus sistemdir. Arxivator da sistemdir. Örtüş də sistemdir. Cədvəl tətbiqi proqramdır. Belə. Müəllim, mənim bir dənə informatikanın əsas anlayışlarına zəifliyim var. Siz əyani keçirsinizsə bəlkə mən gəldim ora bu dərsə görə təkrar olunanda. Təkrar dərslərini görə bilərsən. İstəsən. Amma ki orada da yox, mən özüm onlayn keçəcəm onu, narahat olma, əlavə dərs olaraq. Aydın. müəllim, əgər əlavə dərslər keçirsinizsə, elə mən də yəni də gəlmərəm, onlaynda qalam. Əlavə dərslər hələ keçmir, amma keçəcəm inşallah, yəqin ki, qabaqda. Yəni, əlavə dərsləri biz ancaq şeydə keçirik. Təkrar sistemində, yanvar ayı ərzində. Çünki orada tələbələr çox vaxt bu imtahana görə hamı semestrə görə baş qarşığı olur. Onlayn təşkil edilir ki, heç olmasa evdə 2 saat qoşulsa, 1 saat qoşulsa böyük şey.
Tamam. Peki. Yaxşı, davam elə yoldaşlar. Buradan sual bitdi. Buradan sual bitsə, keçək bu şeyə. Əməliyyat sisteminin davamına. Gör orada nə deyəcəyik. Əməliyyat sistemini 5.6 ilə 7 qalıb, düzdürmü? Gəlin belə eləyək. Mən birinci dərsi izah eləyim. Qalan vaxtımıza məncə ki, vaxtımız qalacaq düşünürəm ki, orada testlərə baxarıq. Əməliyyat sisteminə bağlı. Həm də evdə rahat yaza bilərsiniz. 5.6. İndi diqqətlə qulaq asın. Həm bugün keçdiyimizə aid, həm də keçən həftə keçdiyimizə aid şeydir. Suallara baxacağıq, siz cavablandıracaqsınız. Hələ ki bunlar deyək. Deməli yoldaşlar 5.6 katalog, MS-DOS qovluq Windows anlayışı. Bu niyə belə yazıb? Yazıb katalog diskdə müəyyən meyara görə birləşmiş faillər qrupudur. Katalogları da işarə etmək üçün katalog adı anlayışından istifadə olunur. Fail adından fərqli olaraq katalog adı bir hissədən ibarət olur. Yəni kataloqun ad genişlənməsi olmur. Yəni uzantısı yoxdur. Katalog adı istifadəçi tərəfindən ixtiyari olaraq seçilir, yəni bizlər tərəfindən. Hər bir kataloqun tərkibində ixtiyari sayda fail və katalog ola bilər. Yəni diskin yaddaşı dolana qədər də hard diskin. Lakin bir kataloqun tərkibində eyni adlı 2 fail və ya eyni adlı 2 kataloq saxlamaq olmaz. Kataloq nədir ümumiyyətlə? Yazıb ki, Windows əməliyyat sistemində katalog analoji qovluq anlayışı mövcuddur. Bu sizin nə deməkdir? Yəni elə katalog bildiyimiz papkadda qovluq. Aydın oldu. Katalog yollarsa qovluqdur. Babud. Papka. Bildiniz nə demək istəyirəm? Qovluğun uzantısı olmur. Yadda saxlayın. Eyni anlayış kataloqla. Katalog qovluqda yəni. Bəli, eyni anlayışdır. Ha. İndi bizə orada bizə dedi ki, bir qovluğun içində 2 eyni fail, 2 eyni qovluq ola bilməz. Gəlin onu yoxlayaq. İndi fikir verin yoldaşlar. Burada 2 dənə 5-ci fəsil sənəd var. Word sənədidir. Mən istəyirəm ki, bu ikisi də eyni adda olsun. Buradan 2-ni silmək istəyirəm. Eyni olsun da. Kənarda vururam. Eyni olmayacaq. Error gəldi. Niyə error verdi? Mənə deyir ki, 5-ci fəsil 2-ni 5-ci fəsil 3 kimi kopya kimi. Görürsünüz. Aydın oldu. Niyə olmur? Çünki ona icazə vermir. Ancaq bir dənə ola bilər. Aydın oldu. Əgər mən bunu yes eləsəm, 3 kimi yadda saxladım. No eləsəydim də keçsin. Elə əvvəl kimi qalacaq. Yəni yadda saxlayın ki, bir qovluğun içində adı və uzantısı eyni 2 fail saxlamaq olmaz. Eyni 2 fail adı ola bilər. Necə? Məsələn, biri Word, biri Excel faylıdır. Uzantısı fərqlidir. Burada docx-dir, burada xlsx. Müəllim, kopya sözü yazanda olur. Amma adları eynidir. Hə? Yanında copy sözünü yazanda özü yazır avtom. Kopyalayanda deyir, sizdə də var. O başqa bir şeydir. Yəni yanında o söz yazır da. Mən deyirəm ki, eyni olsun ümumiyyətlə. Eyni olmur da. Yanında elə bu 3 nə deməkdir mötərizdə? Kopya deməkdir. O mənası kopyalama deməkdir. Yadda saxlayaq. İndi adları eyni ola bilər. Amma uzantı fərqli olmalıdır. Aydın oldu. Və ya uzantısı eyni ola bilər, adları fərqli olmalıdır. Və yaxud da 2 dənə eyni fail ola bilər. Həm adı, həm də uzantısı. Amma eyni bir qovluqda yox. Fərqli qovluqlarda. Yəni bu 5-ci fəsildə bu docx var ha.
Mən bunu başqa bir qovluğa apara bilərəm. Amma eyni bu qovluğun içində olmaz. Bildiniz nə demək istəyirəm? Eyni bu qovluğun içində olmaz. Bu belə. Qaytardıqca eləyəcəm. Sonra yoldaşlar, bizim fayllarımız, qovluqlarımız harada saxlanır? Ya bu disklərlə bağlı. Kompüterin məntiqi disk adlanan yaddaş hissələrində. Məntiqi disk nədir? Bu hard diskdə SSD-dir. Bunların olduğu bir yerdir. Aydındır. Hard disk, SSD olduğu bir yerdir. Onların növləridir, onların disklərdir. Yəni, burada A-dır, B-dir, C-dir, D-dir, Y-dir, F və s. disklər Latin əlifbasının böyük hərflərlə işarə edilir. Məsələn, FTD-nin dövründə, keçmiş dövrdə A və B idi. Amma hard disk SSD üçün əsasən CD disklərdir. İndi bu, belə deyək də, müasir dövrümüzdə ən çox belə bölünüb deyə, belə yazılır. Belə qeyd olunur. CD DVD-lər üçün Y diskidir. Flash kart, mikrokartlar üçün isə F diski olur. Kənardan kompüteri qoşulur. Bunları harada görə bilərik yoldaşlar? Bax, kompüter qovluğu var, ZIS PC. Kompüter qovluğuna girəndə, bax, burada olur adətən. C diski, D diski, bir də bunun aşağısında F diski gəlir. Aydın oldu. Yadda saxlayın bunları. Yəqin ki, özünüz də praktiki görmürsünüz. Sonra, o C diski vardı orada. Bu əməliyyat sisteminin yazıldığı disk sistem diski adlanır. Burada belə bir tərif var. Çünki əməliyyat sistemi adətən C diskində olur demək olar ki. Ya onu da sistem diski deyirik. Bir də bizim dəqiqə çox getdim yuxarı. Bir də bizim fayllarımız, qovluqlarımız yoldaşlar. Yadda saxlayın. Diskdə ağacvari, iyerarxik struktura malikdir. Ağacvari iyerarxik struktur nə deməkdir? İndi onu görəcəksiniz. Burada fayla gedən yol, faylın tam adı, tam yol anlayışları var. Gəlin görək bu nədir? Bunu mən sizə praktiki göstərməyə çalışacağım. Düzdür, burada da verilib sxem kimi. Amma mən praktiki göstərməyə çalışacağım onu sizə. Ki, görək bu nə olan şeydir. Məsələn, yoldaşlar, kompüter qovluğuna daxil oluram. Burada hər hansısa qovluğa daxil oluram. Məsəl üçün D diski, diskə daxil oluram daha doğrusu. D diski. İndi qulaq asın. Bax, yuxarı hissəni görürsünüz bu hissəni. Bura ünvan sətri sayılır. Yazılış qaydası var. Diskdən sonra qoşa nöqtə və slash gəlməlidir. Yazılışa diqqət edin, ha. Bax, yazılışa diqqət edin. Diskdən sonra qoşa nöqtə və slash gəlməlidir. Bu diskin fərqi yoxdur, ha. Biz C diskinə girə bilərdik. Onun fərqi yoxdur. İndi yoldaşlar, burada hər hansısa qovluğa daxil olun. Burada qovluq adları var da. Aydındır. Məsələn, təhsil qovluğuna tutaq ki. Təhsilin içində kurs pizza qovluqları var. Bir də silgi.pptx adında bir fayl var. İndi pizzaya daxil oluram. Pizzanın içində margarita.bmp adında bir fayl var. Şəkil. Aydındır. Bax, belə bir fayl var. İndi. Deməli, fayla qədər. Bax, bura sayılır. D diski, təhsil pizza. Aydındır. Bax, bu sayılır faylın yolu. Faylı götürməsək. Yox, əgər faylda götürsək, onda olacaq faylın tam yolu, tam adı. Gəlin belə eləyək. Mən yuxarı hissəni götürürəm. Kopyalayıb burada qeydlərə aparacam ona görə. Failin özünü nəzərə alıram. Failin adı deməli Margarita pizza. Sadə versiyalı pizza. Yəqin ki, yemişsiniz. Kontrol ver. Deməli, bu oldu failin tam adı. Və ya tam yolu. Bax, bura qədər. Yəni bunlar. İndi yoldaşlar, mən bunu götürsəm bu hissəni. Bu olacaq
failin yolu. Hə, bunu həm də nə deyirik? Bərabər deyə yazıram. Niyə? Failin yolu failə qədərdir. Bunu həm də deyirik failin yerləşdiyi qovluğun. Failin yerləşdiyi qovluq hansıdır? Pizza. Qovluğun tam adı. Və ya tam yolu. Amma, bax qulaq asın. Failin yerləşdiyi qovluq hansıydı? Pizza. Çünki Margarita BMP faili pizzanın içindəydi. Düzdür. İndi failin yerləşdiyi qovluq pizza olduğuna görə bunun tam adı daha doğrusu bunun tam adı deyəndə elə diskdən özü də daxil götürəcəksiniz. Amma desəydi ki, D-diski təhsil. Bu nə sayılır? Failin, dəqiqə gəlin belə eləyək, buradan kopyalayayım. Failin yerləşdiyi qovluğun yolu. Failin yerləşdiyi qovluğun yolu. Failin yerləşdiyi qovluq pizza deyil. Bunun yolu. Elə bir ki, belə deyim də sizə, tam sözü olmayanda tam sözü özünə qədər götürürsünüz, özünü götürmürsünüz. Yolu demir. Pizzanın yolu nə deməkdir? Pizzaya qədərdir də. Mən pizza niyə götürüm ki? Aydın oldu. İndi başqa nə sual ola bilər? Failin adını da soruşa bilər. Failin adı Margarita pizza veya Margarita. Failin adı. Burada biz buna niye veya yazaq? Niye veya yazım? Çünkü failin adı keçirdən ibarətdir. Ona görə. Sonra nöqtə BMP failin uzantısı veya genişlənməsi. Sonra grafik file. Gəlin burada yazaq. Bu həm də yoldaşlar grafik fail sayılır. Çünki şeyə görə, BMP'yə görə. Sonra failin olduğu, gəlin belə eləyək. D yazıram burada. D qoşa nöqtə slash failin olduğu disk, yerləşdiyi disk. Və Paint proqramı failin yaradıldığı disk. Disk nədir? Proqram. Bildiniz. Belə bir suallar çıxa bilər ortaya. İndi kiməsə aydın olmayan nəsə varsa desin. Müəllim bunları testdə verir belə. Deyir ki, bu nədir? İndi hər biri ayrı-ayrı düşür. Mən amma bir dənənin içində izah elədim hamısını da. Failin tam adı o zaman səhvdir. Yəni mütəxəssis uzantı. Yox, fail orada niyə elə yazdım? Çünki ola bilər ki, bunların ikisindən birini verəcəyəm sizə. Failin adı Margarita da ola bilər. Margarita. Çünki orada bilirsiniz necədir? Seyiddə yəni ki, failin adı iki hissədən ibarətdir. Adı uzantısı. İndi ola bilər ki, ikisindən biri düşürdüm ustadetin. Müəllim, bütöv gördüksə failin tam adıdır. Tək Bəli. gördüksə failin adıdır. Hə, Düzdür? bəli. Başa düşdüm. Çünki failin tam adı ilə adını qarışdırmayın yoldaşlar. Failin adı elə özüdür də fail. Yəni bildiyin fail. Tam Buna adı mən deyəndə amma tamam diskdən etmişdim. axıra qədər. Diskdən, yerləşdiyi diskdən gəlir. Aydın oldu. Bir də burayla bağlı nə sual ola bilər yoldaşlar? Gəlin sizə deyim.
Məsələn, deyə bilərdik ki, düzdür, bunu bizə elə demir. Əslən sual fərqli olur biraz. Deyəcək ki, Margarita BMP faylı hər hansısa kataloqun içərisində yerləşir. Yəni qovluğun. Yerləşdiyi kataloqda yeni bir alt kataloq yaradılır və fayl onun içərisinə sürüklənir. İndi onu sual kimi necə göstərilir, onu göstərəcəm sizə. Elə bir şey yollaşır. Pizzanın içindəyik də, düzdürmü? Burada new folder edirəm, yeni qovluq yaradıram. Adına yazıram məsəl üçün pizza və faylı sürükləyirəm o qovluğun içinə. İndi faylı bu dəqiqə nəyin içindədir? Pizza. Ay, sağ ol. Onda belə çıxır ki, fayl artıq pizzanın içində deyil. Fayl artıq pizzanın içində deyil, yoldaşlar. Fayl artıq Xeyr, pizzanın xeyr müəllim. Pizzanın artıq- içindəki yaratdığınız yeninin Bəli, içindədir. yeni qovluğun Bəli. içindədir. Elə bir ki, pizzanın nəvəsidir də, belə deyək. Aydın oldu. Hə. Pizzanın nəvəsidir. Doğru dedilər, onun içindədir çünki. İndi qulaq asın, onunla bağlı sual bir sizə necə düşə bilər? Deyəcək ki, indi yoldaşlar, maraqlısı nədir? Qoy mən sizə deyim də. Gəlib bunu, qoy bir dənə buranı kopyalayayım. İndi deyəcəm sizə. Bu qalsın. Bunu screen eləyə bilərsiniz abi yazdıqlarımı. Ya burada yazdıqlarımı. Düşürəm aşağı. İndi maraqlısı nədir yoldaşlar? Sizə deyəcək ki, fayl yeni qovluğa köçürüləndən sonra faylın tam adı belə olur, düzdürmü? Deyəcək yoldaşlar, yer dəyişməyə qədər faylın tam yolu necə idi? Ay müəllim, pizzamızdan siləcəyik. Suda. Yoldaşlar, pizzamızdan silin, qalan sizin nəticənizdir. Yer dəyişməyə qədər nə demək? Yəni mən faylı bu yeni qovluğa sürüşdürülməmişə qədər fayl nəyin içində idi? Pizzanın içində idi də. Bu pizzamızdanı silirsiniz, nəzərə almırsınız. Elə bir ki, izah olaraq desək, sonuncu qovluğu nəzərə almırsınız. İndi faylın tam yolu nə demək? Dediniz ki, təhsil, pizza, faylın özü. Əgər faylın tam yolunu desə. Kontrol Z edirik də müəllim, belə deyək. Bir növ elədir, bəli. İndi testə gəlin, mən sizə onunla bağlı bir sual göstərim. Yeni qulaq asın. Bax 26-cı sual. 26-ya baxın bir dənə. Fayl budur. Absurd deyil, çox yaxşı sual. Həll edin. Yedim müəllim. Hamı tapdı. Ad ola bilər. Ad müəllim. Bax, görürsünüz, biz bir cavab verirsiniz. Bax, yoldaşlar, qulaq asın. Fayl bu deyil. Özündən əvvəlki nəzər almayın da TXT-ni. Faylın saxlandığı kataloqun tam adı. Faylın özünü istəmir. Faylın saxlandığı kataloq, fayl əvvəl nəyin içindəydi? JPEG-in. Söz diski, user, program JPEG. Y variant. Ay yoldaşlar, özünkü nəzər almırsınız da. İndi dediyimiz sual, eyni şeydir. Testə tətbiq eləyə bilməzsiniz. Niyə bəs?
Əksəriyyəti biz Mənə bir seçdik. şey Niyə çaşdırır. D olmadı, Y oldu? Nə olmadı? D. Deniyor olsun çünkü. Ay yoldaşlar TX'ini bu pizza mizza değil ki onu sonradan yaratmışım. Deniyor olsun çünkü. Fail evvel, fail budur. Evvel JPEG'in içindeydi. Sonradan JPEG'in içinde TXT yaratmışıq. Sürükləmişik bunun içərisinə. Mənə deyir ki, yer dəyişməyə qədər, yəni TXT-ni yaratmamışa qədər fail hardaydı? Deniyor olsun ki. Hə? Bəs o sualı sizə niyə göstər? Niyə izah elədim o pizza, mizza falan söhbətlərini? Hə yoldaşlar. Susa bilməzdiniz bax deyəsən. Niyə? Çətin sual deyil axı. Həqiqi niyə başa düşməlisiniz? Bax, Ctrl Z elədim. Ctrl Z elədim. Pizzanın içində deyildi bu margarita. Hə? Margarita pizzanın içində deyil yoldaşlar. Düzdürmü? İndi pizzanın içində new folder eləyirəm. Pizza mizza yazıram. Faili sürüklədim bunun içərisinə. İndi mənə deyir ki, faili bunun içərisinə göndərməmişsən qabaq. Fail hardaydı? Pizzanın içindəydi də. Mən bu pizza mizzanı niyə nəzərə alım ki? İndi sürükləyəni gedir onun içinə də yoldaşlar. Gəldi bunun içərisinə. Aydın oldu indi, yoxsa yox? Bu Yəni sualın... sıxılandan sonra o hamısı bir yerdə olacaq, üçdə bir yerdə olacaq. Hadi yəni da deyir ki, ay yoldaşlar, burada çaşdırıcı məqam bilirsiniz nədir? Deyir ki, bu faylı bu kataloqda yaradılmış alt kataloqa daşıdıktan sonra. Yəni fayl əvvəl JPEG-in içindəymiş, sonradan TXT yaradıram da onun içərisində. İndi TXT-ni yaratmamışa qədər faylın saxlandığı kataloq JPEG idi də. Buna tam adı elə özüdür də bəs. Aydın Müəllim, oldu da. yəni belə düzülüşdə özündən əvvəlkin üstündən xətt çəkən kimi Ən orada asan qalan yolu odur, bəli. cavab. Bu ən asan yolu bilirsiniz nədir? Failin özündən əvvəlki qovluq rəndi TXT. Bu nəzərə almırsınız. Bundan sonra nə deyirsinizsə baxın da. Bundan sonra nə deyirsə ona baxın da yoldaşlar. Özündən əvvəlki nəzərə alma. Özü hər zaman da keçərlidir. Bundan əvvəlki nə deyirsə onlara bax. Müəllim 32-də cavab nədir? Bir dənə deyə bilərsiniz. Serisk. İşte, sağ ol. Bu sualdan bir dənə var, göstərirəm indi. 91. Asan sualdır yoldaşlar. Təbii ki, mən izah edəndən sonra asan sual olur. Müəllim, burada D variantıdır. Nəyə əsasən? Çünki test olmamalıdır. Testi silirik də, bayaq demədiniz. Yo, ay yoldaşlar, sualdan asılıdır. Failin tam yolu. Bu dəfə failin özünü götürəcəyik. Ha, tam yol deyirsə, heç nə. Onda olduğu kimi C variantıdır, yəni. İnformatikanı nəzərə almırsınız. Yoxdur. So, D diski, master kurs, bir də test.doc. C variantı. Yoldaşlar, mən yenə deyirəm. Failin özü hansıdır? Ən son. Fail ümumiyyətlə ən sonuna gələ bilər, ha. Ortada fail görə bilmərsiniz. Bunlar hamısı qovluqlardır. Fail ən sonuna gələndə uzantısı olandır. Qovluğun uzantısı olmur, axı. Faildən əvvəlki qovluğu nəzərə almırsınız. So, bundan sonrasına baxırsınız. Failin tam yolu. D diski, master kurs və failin özü. Bu da C variantı. Görün bir dənə sual olmalıydı bundan bağlı. 107. Buna da baxın. Buna da baxın, sonuncu başlıq qaldı. Onu keçib bitirək. A. Müəllim, tələbə A variantı. katalog tələbədir. Onda cavab tələbənin sildiyimiz cavab olacaqdır. Hadi A Elçi variantı. magistr cədvəl.excel faylının uzantısı. Yəni A variantı. Yox məncə. Təkrar. Heç nə, elə olmasa çıxıram üstünüzün özüm atım aşağı. Nə dediniz yoldaşlar?
Müəllim A deyirəm ki, variantı. A Müəllim, A. variantıdır. Tələbəni sildirir orada, ha, yazıq tələbə. Çünki cədvəldə Ha, evet. Sağ Tələbəni olun. silirsiniz. Bəli. Ha, ha. Acer Magister İndi cədvəl nöqtə faylın edu. tam yolu. Serisk, Acer, Magister bir də cədvəl XLS. A variantı Serisk, müəllim. Acer, Faildən bir Magister. əvvəlkin sirli ya həmişə müəllim. Ay sağ ol. Ha, indi tutdum iyice. Bax. İndi Yolla. çatdı. Hamıya. O bilməyənlər indi bildiniz yoldaşlar. Ha, çətinlik çəkən yoldaşlar bildiniz indi. Müəllim, fayl atributu nədir 108-ci sualda? Keçən dəfə demişdik də, hələ məndən soruşdunuz. Read only, hidden. Buyurun. Müəllim 1 2 4 orada. 1, 2, 4 ay sağ ol. Keçən dəfə dedik də yoldaşlar. Samat oxuyur ya. Deyə buradadır bax. Read only hidden system arxiv. Bəli. Bu boyda pizza adları yazmışam. Sualı başa düşmədiniz ya. Müəllim, pizza adı yazmısınız deyə başa düşməyiblər. Siz orada bir dənə riyaziyyat yazın, görün nə tərəf başa düşəcək. Pizzaya qarşı hörmətsizlik də birbaşa. Hələ burada şeydə olmaydı məndə. Neyse buradan çıxdım. Pizza qrupdan ayrılıb. Yoldaşlar diskəmdə, o diskəmdə baş kataloq deyir ya, onu da yadda saxlayın. Baş qovluq, televiz. Seriski, deriski bunlara. Xəncəli yazacağım, yaxşı, narahat olma. İndi onu da yadın yazacağım. 5.7. Sonuncu başlığımız budur. Deyib yekunlaşdıracağım inşallah. Fail sistemi. Deməli yoldaşlar, biz burada yazıb ki, ixtiyari diskin iki struktur formatı var. Fiziki və məntiqi. İndi biz fiziki strukturuna əsas baxacağıq. Fiziki format sektorun baytlarla ölçüsünü, cığırdakı sektorların və özlərinin sayını təyin edir. Yine sektor nədir, cığır nədir görəcəyik. Bu fiziki və ya aşağı səviyyəli formatlaşdırma adlanır. Yaddaş diskləri sektor adlanan nömrələnmiş kiçik hissələrə bölünür. Və informasiya yazılan ən kiçik ünvanlar sektor adlanır. Deməli yoldaşlar, bizim fayllarımızın saxlandığı ən kiçik ünvanlar sektor adlanır. Məsələn, necə ki, ən kiçik ölçü vahidi bit deyil. İndi burada da yerləşdirilən ən balaca yer, belə deyək də, loru dildə, ən balaca yer sektor sayılır. Bu sektoru burada görə bilərsiniz. Sarı rənglə işarə edib, diskdə görə bilərsiniz. Bir dənə, bunlar sektorlardır. Sarı formatda görsən hissə. Yəni bir dənə hissə sektor sayılır, belə deyəcək. Aydın oldu. Sektorun ölçüsü 512 baytdır. Bir sektorun ölçüsü 512 bayt. Burada bayt, kilobayt söhbətləri var, yüngül varici. Sektorlarda öz aralarında birləşərək klaster əmələ gətirir. Nə də yoldaşlar, sektorun ölçüsü sizdə axı. Məsələn, bizim fayllarımızın ölçüsü adətən böyük olur, yəqin ki bilirsiniz. Məsələn, ən az faylın ölçüsü məsələn ola bilər ki 5 kilobayt, 10 kilobayt, 100 kilobayt, nə bilim 1 megabayt. Ona belə sıfır ki bizim sektordan işləməyimiz biraz əlverişli deyil tam da. Düz orada saxlanılır. Amma da indi imtahan üçün həll edəcəyimiz şeylər klasterlərlə olanda daha yaxşı olur. Klaster bir faylın və onun hissələrinin tamamilə yerləşə bilməsi üçün lazım olan sektorlar qrupuna deyilir. Bax, klaster yaşıl formada olanlardır, görürsünüz. Məsələn, 1, 2, 3. 3 dənə sektor birləşib bir dənə klaster yarada bilər. Aydın deyirlərsə. Həmişə 3 olmur, ha. Ümumiyyətlə də misaldır, nümunədir. Klasterlər toplusu isə cığır əmələ gətirir. Cığır burada o göyrəngli olan hissədir. Ümumi, yəni diski belə deyək də əhatə edir, diskin bir hissəsini. Bir də bir şey deyim. İndi biz dedik ki, klasterlər bir neçə sektordur, düzdürmü? Bəzən tələbələr sual verir ki, bəs bir klasterin ölçüsü nə qədərdir? Klasterin ölçüsü yoldaşlar standart deyil. O dəyişə bilər. Yazıb ki, klasterlər bir və ya bir neçə sektordan ibarət ola bilər. Klasterin ölçüsü sektorların sayı. Fikir verirsiniz, klasterin ölçüsü sektorların sayıdır, bayla. Onda müəllim bizə sualda verəcək ki, məsələn də
sektorun tutduğu ölçü, yəni 3 dənə sektora fail yerləşdirilirsə, biz 512 ünsə vuracağıq, onda bir klasterin Ha, onda həcmi. bizim bir dənə faylımız. Gəl orada dili izah edeyim də. Mesela iş masasına bir tane fail götürürüm. Öyle adi Yəni, bir fail. Mesela bir sınavdı. Sınavdı, faildi. Tutaq ki, üzerine gelmişik. Göre ne yazıb? Yazıb 38,1 kilobayt. Gördünüz? Size. Tutaq ki, 38 yazmayıb. Mesela aşağı bir ölçüde. İndi onu biraz hesablamağımız çətin məsələ diyorlar. Hesab olarak. Tutaq ki, mesela aşağı ölçüdür. Mesela fail 3 kilobayt. İndi bu neçədən sektora yerləşir? 3 kilobaytı 512 bayta bölürsünüz. O da ki 3 kilobayt 3072 bayt elədiyinə görə bunda 512'ye bölürəm. Deməli 6 dənə sektora yerləşir bir dənə bizim faylımız. Tuta bildiniz? Doğru dilərsək. bəli müəllim, indi tam aydın oldu məncə. Ha, bizim bir dənə faylımız yollarsa. Yəni adi bir fayldır iş masasında. Sənəd. İndi bu hardasa yerləşir axı bəs. Bizim bir faylımız 6 sektora əhatə edir. Doğru dilərsək. Düzdür. 38 kilobayt biraz çoxdur, o daha çox sektora əhatə edir. Biz ona görə məsələn çox vaxt sektor yox, klasterlərlə işləyirik demək olar ki. Ben de standart aldı. Sonra ne diyeceğim başkası? İndi burada yazıb ki, onu diyeceğim. Yazıb ki, klasterin ölçüsü məntiqi diskin ölçüsündən aslında həcmindən. Onda belə çıxır ki, yoldaşlar. Məntiqi diskin həcmi artdıqca klaster də artır. Məntiqi disk nədir? C diski, D diski. Bayaq görürüz onları. Bunlardan asılıdır. Onda belə çıxır ki, klasterin ölçüsü heç kimdə eyni deyil. Yəni məndə, tutaq ki, nə bilim, Aysun'da, Aytaz'da, Elmira, Feride filan hamının kompüteri olsa, hamıda eyni ölçü, hamıda məsələn, yəqin ki, Aravizə elə tələbi var ki, sonunda D diski yoxdur. Ancaq SED ola bilər, deyil, olsa normaldır. Yəni hamıda standart deyil də dəyişir, belə deyək. Müəllim, mən onu demək istədim. Bizdə məsələn işdə kompüterlərdə əksəriyyətində D diski yoxdur. CD-dir və CD-nin vəzifəsini icra edir. Nələrsə biz CD saxlayırıq. Bəli. O varmı? Yəni Məsələn, mənim hazırda məndə də yoxdur heç. Məsələn, biz CD saxlayırıq ki, format yerdə sənə silinməsin də. Bəli, ona görə. CD saxlayanda eyni belə deyim, təsir reaksiya verəcəkmi? Yəni keyfiyyəti. Tamam. Yine qulaq asın. D elə bir ki, bir növ flash kartdır elə bir ki. Onun kimi rol oynayır. D disk. Özümüz bölük də müəllim onu, düz demirəm? Hadi tabii ki, onu özümüz bölük. Onda belə sıxıcı standart deyil də klasterin ölçüsü. Onu demək istəyirəm. Ama yoldaşlar, ama klasterin ölçüsünü sizə testə verirlər. Testdə sizə verəcək. Faillər diskə, burada bir vacib qaydamız var. Bunu hamı bilməlidir. Faillər diskə bir klasterdə bir fail prinsipinə yazılır. Yəni bir fail bir neçə klasterdə yerləşə bilər. Lakin bir klasterdə yalnız bir fail ola bilər. İndi bu qayda nə deməkdir? Bu biraz qarışıqdır. Gəlin mən bunu sizə izah edeyim. Amma yenə faillər yazaraq. Məsələn, mənim tutaq ki, ekranımda bir fail var. Kitab.docx adında bir sənədim var. Bu sənəd 2 kilobayt. Bir dənə də musiqim var. MP3 da fail, musiqi. Tutaq ki, o musiqinin də adı budur. Bahar.mp3 Röya mahnısı. Bu da olsun 1 kilobayt. Düzdür. İndi mən deyirəm ki, mənim 2 dənə failim var. Və bu da qeyd olunur. Bu da qeyd olunur testdə. Bir klaster 4 kilobayt. Bir klaster 4 kilobayt. Bunu da deyirik. Bunu mütləq deməliyik ya. Klasterin ölçüsü verilməsə, o sual səhv olacaq. Həmişə. O da ki, verilir adətən. Bir klaster 4 kilobayt. İndi mən deyirəm ki, bu 2 dənə fail diskdə nə qədər yer tutur? Diskdə nə qədər yer tutur? 3 kilobaytda, yəni həcmi dəyişmir. Xeyr. Niyə? İndi qulaq asın. Niyəsini deyəcəm. Bu 2 kilobayt failin ölçüsüdür. Bu 1 kilobaytın failin ölçüsüdür. Amma 3 diskdə kilobayt deyir də müəllim.
Xeyr yoldaşlar, cavab 8 kilobayt. İndi deyəcəm niyəsini. Deməli, klaster budur. Mən bunu elə bir ki, kvadrat kimi çəkirəm. Belə izah eləməyə daha çox üstün tuturam. Bu klaster 4 kilobayt. Bizim bir qaydamız var idi. Qayda budur ki, bir klasterdə bir dənə fayl ola bilər. Onda belə çıxır ki, bu 4 kilobayt bu kitab.docx üçün təyin olunub 2 kilobayt. Bunun yarısını tutur. Aydın oldu. Yarısını. Düzdürmü? Yarısını. İndi mənim bu kitab.docx faylim var ha. Bu faylim. Diskdə 4 kilobayt yer tutacaq. Yəni klasterin ölçüsü qədər. Yəni belə çıxır ki, bu qalan 2 kilobayt var. Qalan. Boş yer. 2 kilobayt boş yer. Siz oraya heç nə yaza bilmərsiniz. Elə boş olaraq da qalır da, bəli. 100%. Heç nə yaza bilmərsiniz. Niyəsi də ki, buradadır. Bir klasterdə bir dənə fayl ola bilər. Yaz baxın, bir klasterdə bir fayl prinsipinə yazılır. Fayllar diskə. Fayllar diskə, bir klasterdə bir fayl prinsipinə yazılır. Deməli, belə çıxır ki, mənim 2 kilobaytın faylim diskdə 4 kilobayt yer tutur. Amma həqiqətən də belədir. İndi onu istənilən fayla görə görəcəksiniz. Onda belə çıxır ki, mənim o röyanın manısı var, 1 kilobayt. Düzdür. O 1 kilobayta 4-ün bir hissəsini tutur. Bunun qalan 3 kilobaytı var. Ha, siz burası yaza bilmərsiniz. Onda belə çıxır ki, röyanın 1 kilobaytı manısı diskdə 4 kilobayt yer tutur. Onda müəllim belə çıxır ki, bizdə məsələn əgər 2 dənə şey varsa, adı nədir, fayl varsa, hər birində 4 kilobaytlıq klaster, 4 kilobayt. Ha, indi amma bir şey var. Mən bir dənə fayl yazıram. Onda bir dənə Tutaq ki- 0 da olacaq da, yoxsa necə? Tutaq ki, belə bir şey yazıram. Yeni il MP4. Tutaq ki, yeni ilə aid bir video faylımız var. Bu da olsun, məsəl üçün 5 kilobayt. İndi bu fayl bir klasterə yerləşmir. Onda bu fayl üçün mən 2 dənə klaster açıram. Niyə? Bax, burada yazmışdır. Bir fayl bir neçə klasterdə yerləşə bilər. O artıq ölçüdən asılıdır. Bəli. İndi bu 5 kilobayt bunun 4-ünü tutur. Bunun 1 kilobaytı qalıb axı bəs. O 1 kilobaytı bu birisinə gəlir. Mənim amma faylim diskdə 8 kilobayt yer tutacaq. Bəs yaxşı, Yəni 4 sən bu olsa 3 kilobaytı belə boş. olacaqdı. Bu boş yerə sən yaza bilmərsən. Necə? 4 kilobayt olsaydı sizə o faylınız elə bir dənə klaster lazım olacaqdı, sizə bir şey. Başa düşmədim. Ha, 4 olsa təbii ki də. Ha, bir şey işte. Çatdı mənə. İndi yoldaşlar, nəinki bu? Bax, mən ekranda bir fayl götürürəm, düzdürmü? Bunun üzərində dəqiqə. Sağ şey işləmir. Özüm dəqiqə. Nasıl cürə işləyəcəyimi? Sağ düymə vururam. Sağ düymə. Failin üzərine sağ düymə vuran nəyə aktivləşir? Context menüsü. Aşağıda properties var. Özellikler. Fikir verin, fail 38,1'dir. Öz ölçüsü. Diskdə nə qədər yer tutur? 40 kilobayt. Gördünüz. Deməli, bizim kompüterdə olan bütün fayllarımız itkiyə görə yer tuturmuş. Nə qədər itki varmış kompüterdə, mənasız yerə. Gördünüz. İstənilən fayl üçün. Demək olar ki. Təbii ki, failin ölçüsündən asılıdır. Aydın oldu. İndi yoldaşlar, öyrənəbildiniz bunu, klaster məsələsini. Hə? Bu məsələ tipini. Tam aydın oldu hər kəsə. Hə? Bax, bununla bağlı indi qaydacam nəzər hissələrə. Bununla bağlı belə bir nümunə də verilib burada, izahı da verilib. Failin həcmi 9. Aha. Deyin görək. Əslində bir sual verəcəkdim o nəsə. O deyin də bununla bağlısa deyin elə burada deyin. Müəllim demişdiniz klasterin ölçüsü olmurdu, amma siz orada məsələn bilirəm şərti vermişdiniz, 4 kilobayt vermişdiniz. Onu özüm Sən də- yazdım ha. Hə, amma necə olur bəs ölçüsü olaraq? Yəni Neden ölçüsü var? verə bilirsiniz də, ölçü verə bilirsiniz də ona konkret.
Bəs özümdən yazdım da 4 kilobaytı. Onu özümdən yazdım mən bunu yollarsa. Testdə sizə yazmalıdır bunu. Bəs yazmasaydı nə Yəni bilər ki, mən mən demək yollasam? istəyirəm ki, yox, onu demək istəmirəm. Demək istəyirəm ki, məsələn 2 2 ilə 1, yəni 3 kilobayt eləsə, bu özü bir klaster sayılmaz. 3 kilobaytlıq bir klaster olmaz. Yəni o 4 kilobaytı yəni tam o çatmadı da mənə. Yox, bir klaster 4 kilobaytı özüm şərt kimi verirəm. Məsələn, testdə görəcəksiniz ki, Bil- bir klaster 5 kilobaytdır. Səriyə riyaziyyatda verirlər, pi 3-dür ya da 3.7-dir. O tema. O elə bir Mən- şeydir də. Pil Siz kimidir də. əvvəldə dediniz ki, bizim kompüterlərimiz olsa hərəmizin, heç birimizdə eyni ölçü olmayacaq. Yəni fərqli olur. Xanım yəqin onu demək istəyir, amma o klasterin dediniz ki, ölçüsü mütləq olmalıdır. Verməsə test düzgün deyil. Mən Yox, demək xanım, istəyirəm yəqin ki, təsəlli. klaster 4 kilobaytı mən özümdən yazdım. Bəlkə 5 kilobaytı mənim kompüterimdə. Ondan əvvəl demişdiniz də nəyinsə ölçüsü olmur, eyni olmur. Elə klaster idi o dediyim. Hamı da eyni deyil də. Hə, olur Həm amma bunu eyni. 4'ü ay yollaşdır. Həmişə 4 görməyəsiniz də. Həmişə 4 görməyəsiniz. Klasteri 5 də verə bilər sizə. Aydın oldu. Klaster həmişə 4 olmayacaq ki. Mən bunu şərti olaraq yazmışam bura. Faylları toplaya bilməliyik axı biz. 2 ilə 1-i Yəni mən toplaya demək istəyirəm bilmərsiniz. ki, 2 ilə Aha. 2 kilobaytla 1 kilobaytı birləşdirib bir klaster yaratmaq olmaz. Yox, o failin ölçüsüdür, o klasterin ölçüsü deyil. O failin ölçüsüdür 3 kilobayt. Biz faili birləşdirib klaster yarada bilmirik axı. Faili birləşib klaster, məsələn, fail ayrı bir şeydir. Failin klaster, failin yerləşdiyi yerdir, ünvandır. Tamam. Aydın oldu. 3 ola bilər fail klaster nəzmi. Onu deməliydi orada. Klaster nəzmi 3 kilobayt ola bilər, 5 də ola bilər, 10 da ola bilər. Aydın oldu. Bəli. Bunu bir də indi belə də izah edəcəm yoldaşlar. Mən bunu həmişə restoran məsələsi üzərinə izah edirəm. Bu 2 kilobayta 2 nəfər, 1 kilobayta 1 nəfər üçün baxırıq. Deməli 4 nəfərlik masa kimi. Daha restorana getmişsiniz 4 nəfərlik masadır. Düzdür. Restorana getmişsiniz 4 nəfərlik masalardır. Yeni yoldaşlar 2 nəfər ayrıca gəlib. O 2 nəfər 2 kilobayta 2 nəfər. 1 nəfər də ayrıca gəlib. Bu 2 nəfər 4 nəfəri yeri tutur. Biri burada, biri də burada. İndi o 1 nəfərə tanımadığımız şəxs. O gəlir sənin masanda oturmayacaq. Onu da ayrıca yer verirlər də o 4 nəfərin içində. Deməli hər biri 4 nəfəri yeri tutmuş sayılır. İndi başqa 5 nəfər gəlsə var ha. Başqa 5 nəfər. Onlar üçün ayrıca masalar açılacaq artıq. Aydın oldu. Bildiniz nə demək istəyirəm? Onlar da böyle 2 dənə masanı birləşdirəcək. Yəni dolayı yolla 2 klasteri. 8 nəfəri yeri tutacaq bunlarda. O 5 nəfərdə biz neçə nəfəri yeri tutur? 8 nəfərik. Bu 2 dənə masanı birləşdirəcəklər. 5 nəfər olub sizə birləşdirmək olmur da yəni. Necə birləşdirir? Tanımayanlar. Heç biri bir-birini tanımır. Niyə birləşdirək ki? Toyda elə olmur. Tanır, tanımır. Yer olmayanda. Yaxşı müəllim, əgər 5 nəfər 5-i bir Yox da yerdə yoldaşlar. İndi onu standart seçim baxaq da bir qarasılığımıza salmayaq. Bildiniz nə demək istəyirəm? O Yox, normal birləşib standart para-paraya restoran. dəmin oynayacaqlar. Bildiniz? Deməli 5 nəfər gəlsə 8 nəfəri yeri tutur. Mənim indi faylın həcmin 10 versə, klasteri 4-4-2 şəklində bölmək olar da. Failin həcmi 10 versə, əla. Onda 12 kilobayt yeri tutacaq. 3 dənə 4. Aha. Bu məsələlərinə baxaq da. Nəyinə baxırıq? Məsələlərinə baxaq da. Elə Misal baxırdım məsələ. yoldaşlar. Gözüm dəqiq kompüter sönməmiş mən bunu. Klaster faylların yəni yerləşdiyi yerdə. Bu D diski, C diski nəzərdə tutursunuz klaster deyəndə. Yox. Klaster, onu siz görə bilməzsiniz yoldaşlar. Klaster diskin içində olan bir hissədir. Ha. Okay. Onu görə bilməzsiniz. Yaddaş kartı kimi bir şeydir də, yəni daxildə olan. Hı. Bəli. Son görmək mümkündür də. Onu yəni görmürük. Deməli, bu suala baxın bir dənə. Görün cavab niyə 12 oldu? Bax, cavab axırda 12 verib. Çünki yoldaşlar, fail 9 kilobayt. Bu 4-4 bölünür. Bura 1 kilobayt. Amma sən yenə də bu 4 kilobaytı yeri tutmuş sayılırsan. Ona görə 3 dənə 4 12 kilobayt. Yəni tam aydın oldu.
Bayaq kim idi çətinlik çəkdi? İndi bildiniz yoxsa yox? Kim idi bayaq çətinlik çəkdi? Mən idim müəllim. Səriyə, aha, bildin indi. Başa düşdüm müəllim. Tamam, əla. Möhtəşəm. Bir dənə burada nəzəri məlumat qaldı, onu deyək. Deməli yoldaşlar, bu formatlaşdırma dediyi biz bayaq. Ümumiyyətlə formatlaşdıranda hər şey silinir də kompüterdə demək olar ki. Hard diski Winchester yazır burada. Winchester hard disk, yəni sərt disk. Bunu məntiqi disklərə bölünməsi üçün F-disk adlanan proqramdan istifadə olunur. F-disk proqramı ilə Winchester'ı C, D və s. kimi məntiqi disklərə bölmək mümkündür. F-diskin alternativ proqramı PowerQuest firmasının Partition Manage proqramıdır. Alternativ, yəni o olaraq da, yəni bundan istifadə etmək olar. Partition yəni hissələrə bölməkdir bir növ, belə sayılır. Məntiqi disklərə bölündükdən sonra diskin sistem sahəsi yaradılmalıdır ki, bu da məntiqi və ya yüksək səviyyəli formatlaşdırma adlanır. Yüksək səviyyəli formatlaşdırma format.com proqramı ilə həyata keçirilir. İndi qulaq asın, sizə bir söz deyim. Biz kompüteri format edəndə var ha, o hər şey silindən sonra. Biz bu CD disklərinə, məntiqi disklərə bölürük kompüteri. Artıq ondan sonra fayllarımızı, qovluqlarımızı yerləşdirə bilərik. Bildiniz? Yəni proses belə gedir. Onu da ki, burada bu partition deyilən bir anlayış var ki, partition manage. Bu proqramlar vasitəsilə icra eləmək olar. Növbəti gəldim yoldaşlar, fayl sistemi anlayışı var. Fayl sistemi faylların ünvanı, diskin xüsusi və də fayl sistemi kompüterdə vacib bir məqamdır. Niyə? Fayl sistemi yoldaşlar, biz hər hansısa faylı açırıq ha. O faylı kompüterə saxlayırıq, kompüter o faylı dəstəkləyir ha, düzdürmü? Bu fayl sisteminin hesabına baş verir bu proseslər. Aydın oldu. Bunların hamısı fayl sisteminin hesabına baş verir. Yəni fayl sistemi kompüterdə vacib olan bir xüsusiyyətdir. Aydın oldu. Əməliyyat sisteminin belə deyək də döyünən ürəyidir bir növ. Fayl sistemləri indi FAT fayl sistemi olub. File Allocation Table. Faylların yerləşmə cədvəli. İndi düzdür. Müasir dövrdə interface amma FAT fayl sistemində vardır. FAT fayl sistemi müəyyən şeylərə bölünür, siniflərə. FAT 16 olub, əsas ən çox istifadə olunan əvvəllərdə, yəni əvvəllər. İndi hal-hazırda istifadə olunur. FAT 16 fayl sistemi, MS-DOS əməliyyat sistemi, bir də Windows'un ilk versiyalarında var idi. FAT 16 fayl sistemi 4 GB-lık disklərdə maksimum və ən çox 2 GB-lık fayllarla işləyə bilir. Bu bilirsiniz nə deməkdir? Bu məhdudiyyətdir yoldaşlar. Sənə deyir ki, ən çox 2 GB faylla və 4 GB disklə işləyə bilir. Bu ən aşağı ölçü deməkdir. Niyə? Məsələn, biz bugün tutaq ki, məsələn, kimsə mənə şey göndərir, fayl. Və hər hansısa biriniz mənə fayl göndərmişsiniz. 2.5 GB. Tutaq ki da. O fayl onda mənim kompüterimdə asılmayacaq. Tuta bildiniz niyə? O mənim kompüterim onu dəstəkləməyəcək yoldaşlar. O fayl ismi, o faylı asa bilməyəcəm. Heç yükləyə də bilməyəcəm. Yükləyəcəm ama asa bilməyəcəm. Çünki onu dəstəkləmir. Failin ölçüsü maksimum 2 GB ola bilir. Maksimum. Onu da yazıb burada. Və FAT16 fayl sistemi flash kart və kompakt disklərdə istifadə edilir. Əsasən. Günümüzdə amma demək var ki, yoxdur. Hal-hazırda. Bilizarda var idi. MS-DOS və Windows'un ilk versiyalarında. Ona belə sırça hal-hazırda yoxdur. Ki, həqiqətən elədir. Yoxdur. Növbəti FAT16. FAT32 daha doğrusu. FAT32 əməliyyat sistemi yoldaşlar. Bunlar 232 sayda klaster yarada bilər diskdə. Və bu fayl sistemi həcmi 8 TB olan disklər, bu normaldır yenə diskinə görə. Amma yenə fayla görə bir məhdudiyyət var. Həcmi 4 GB olan fayllarla işləyə bilir. Bu da zəifdir. İndi mən sizə niyəsini deyim. Adi bir dənə disk var. Dairəvi disk. Elə bir toy diski. Loru dilirisi. Bir dənə toy diski 5 GB yaxındır. Onda belə sıracı o disk, mən onda belə sıracı kompüterdə hər hansı bir toy diskinə baxa bilməyəcəm. Bu mənası odur da yoldaşlar. Dəstəkləmir axı bunu.
Bildiniz nə demək istəyirəm. Ona görə əvvəllər elə toy kasetləri idi də. Onlar üçün ayrıca qurğu var idi. Onu oxuda bilirdi. Bildiniz. Və interface file sistemi. New Technology File System. Interface file sistemi yeni bir texnolojiyalı file sistemidir. FAT-la müqayisədə yüksək sürətli xarakteristikası etibarlığı ilə fərqlənir. Burada faylların ölçüsü, yox, daha doğrusu bunlar 256 terabaytlıq disklərdə işləyə bilir. Fikir verirsiniz. Və faylların ölçüsü çox böyük həcmli 16 terabayt ölçüdə fayl ola bilər. Ki, bunlarla işləməyə imkan verir. Heç biz 16 terabayt ölçüsü fayl görməyəcəyik. Hələ mən sizə deyim ki, yollarsan, adi kompüterlərdə faylların, kompüterin ölçüsü yaddaş sürümü. Elə adi iPhone-larda telefonların yaddaş sürümü 1 terabayt olur. Düzdürmü? O 1 terabayt olana qədər nə qədər video, fayl, şəkil yüklüyorsunuz. O 3 ilə ancaq da olur. Yəni təsəvvürlə ki, failin ölçüsü 16 terabayt. Hələ failin ölçüsü, heç diskin ölçüsü 256 terabaytı biz heç görməyəcəyik. Demək olar ki. Bunlarla bağlı bu məlumatları da burada yadda saxlayaq. Dediklərimlə bağlı. Sonrası klasserdir. Bir də interface file sistemi fayllar haqqında məlumatları MFT Master File Table cədvəlinə saxlanılır. Yadda saxlayın. Bir də olarsa bir vacib məqam nədir burada? NTFS-in FAT-dan üstünlükləri. Bunları mən bir-bir sadalamaq istəmirəm. Bunları öyrənəcəksiniz. Özü onu deyim ki, qəbul sualları var. Ki, soruşur ki, NTFS-in FAT-dan üstünlükləri hansılardır? Aydın oldu. Üstünlükləri yazıb mən bir-bir sadalamaq istəmirəm. Vacib deyil bu dəqiqə. Bir də bir şey yadda saxlayın. Windows əməliyyat sistemində EFS var. Şifrələmə fayl sistemi. Ki, bu fayl sistemində var ki, bu fayl sistemi onun üçündür ki, interface fayl sisteminin bölməsində yerləşməklə faylla işin sonunda faylı şifrələyir və faylın açılması zamanı onun şifrini açır. Bu bir növ bilsiz nədir? Daxili təhlükəsizlik formatı. Sistem faylları şifrələnmir. Çünki sistem faylları əməliyyat sistemi üzərinə gəlir deyə onun əsas faylları sayılır demək olar ki. Belə. Bu da oldu bizdə 5-ci bölmənin sonu.